Bu çadırda yaşaya-yaşaya, mən bunu bəziyyətlə çadırda böyüdə-böyüdə, necə geçsin o torpaq qorusun, necə geçsin vətən qorusun. O dəmir yumruq deyir prezident. O dəmir yumruq mənim kimi çadırda yaşayan, Badvalda yaşayan, Daxalda yaşayan, Damxada yaşayan, Meşədə yaşayan insanların, kasıbların balalarıydı. Torpağı alan, şəhid olan mənim kimi kasıbların balaları. Amma bu günlərim bizim evlatlarımız çadırda, nə bilim Damxada yaşayır. Nəyə görə yaşamalıdır? Hansı nazirin balası, hansı deputatın balası, hansı icra başçısının balası bax bu çadırda yaşayır? Gəlsin desin də gəlsin bir dənə desin ki mənim evladım bu çadırda yaşayır. İcra başçısının maşın qaracı bizim yaşadığımız evdən milyon dəfə yaxşıdır. Deyir ola torpağı biz kasıbları alırıq, vətəni biz kasıbları qoyuruq, amma nazirin balası, nazir, deputat, nə bilim deputatın balası villada yaşayır. Nədir, xeyirdir mi?